Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün aprel 25-i, 24-ü nələr olacaq Beynəlxalq Maliyyə Birjasında, yəni ətraflı YouTube kanalına baxa bilərsiniz. Yəni ümumiyyətlə bir YouTube kanalında shortlar da var, short videolarımız da var, yəni full videolarımız da var. Yəni əgər səbriniz azsa shortlara baxa bilərsiniz, short videolara baxa bilərsiniz. Dünən baxa görə funtun olan rəqabəti dünən nələr etdi və təbii ki bizim satış əməliyyatlarımız biz 1.32 200'lərdə satış əməliyyatları demişdik. Təbii ki qiymət yəni sürətlə aşağı doğru istiqamətlə davam etdirdi. Eyni zamanda xəbərlər oldu. Xəbərlərdən sonra da bazar kəskin olaraq aşağı düşdü. Eyni zamanda euro dolar rəqabətində satış əməliyyatları öz əksini tapdı. Qızılda da təbii ki 33-29'lardan demişdik satış əməliyyatları və sürətlə yəni 68 dollar həmin nöqtədən aşağı gəldi, amma gün ərzində isə 130 dollar dəyər itirdi. Eyni zamanda crude oil future spotlara baylarda da gəlir verdi 20 sent, amma sellərdə isə 3 dollar 20 sent gəlir verdi. Eyni zamanda Bitcoin'da da 94'lərdən gəlirlər oldu, 92-450'lərdən də gəlirlər oldu. Yəni bugün nələrə baş verəcək, yəni o haqda söhbət var. Yəni bildiyiniz kimi hal-hazırdakı vəziyyətdə, yəni biz yenə axşam xəbərlərini izləməliyik. Funtun dolar rəqabəti 9-15 pips, yəni gündəlik hərəkət missiyası. Dünən funt səhər saatlarında 1000 pips aşağı düşdü. Deyək ki 100 pip də deyirlər buna. Yəni rəqəmdən asılıdır. Brokerin təkrar etdiyi rəqəmlərdən asılıdır. Birdən sonra 5 rəqəm və yaxud 4 rəqəm. Deməli 1000 pips aşağı düşdü. Sonra isə 1000 pips yuxarı qalxdı. Yenidən 1000 pips aşağı düşdü. Yəni gün ərzində 3000 pips hərəkət elədi. Yəni deyək ki 300 pip. Yəni 3000 pips hərəkət eləməkdə, yəni hər bir lotda biz əməliyyatları biz icra etsək, hər bir lotda 1000 bir lotda yəni 1000 dollarlıq gəlirdi. 1000 dollar, yəni 3000 dollarlıq gəlirdən bazardan çıxmaq olardı. Bugün 1.33'lərdən yuxarı formalaşdı alışlarda, 1.32 500'lərdən aşağı formalaşdı satışlarda. Və euro dolara keçək. 1100 pips gündəlik missiyadır. Dünən 1200 pips aşağı düşdü, 1350 pips yuxarı qalxdı, 1250 pips yeni aşağı düşdü. Yəni çox gözəl hərəkət elədi. Sadəcə olaraq səbirli olmaq lazım, müqavimət dəstək xəttlərini bilmək lazımdır ki, hansı yerdə saxlaya bilərsiniz. Keçək qızıla. Qızıl gündəlik missiya bugün nəhayət ki 104 dollar gündəlik missiyadır. Dünən səhər saatlarında gapdən aşağıda açıldı və 65 dollar bir gapdən sonra, yəni 65 dollar ümumi istiqamət, sonra 74 dollar yuxarı qalxdı. Gapi bağladı. Onu bağlayandan sonra 130 dollara yəni aşağı doğru istiqamət davam etdi. Bugün səhər saatlarında isə 84 dollar yuxarı istiqamətdə qalxdı və bugün nələr olacaq? 3346'lardan sonra alışlardır, 3311'lərdən sonra isə satışlardır. Dünən biz bunu VIP kanalında, eyni zamanda qonaqlıq Telegram kanalında da biz bunu paylaşmalıyıq. Sizdən xahiş edirəm, yəni mümkün qədər, yəni mən başa düşmürəm yəni sizləri ki, yəni baxırsınız, yəni ağıllı başlı insanlarsınız, yazırsınız, yəni operator özünü təqdim edir, adını soyadını deyir, sizdən ad soyad istəyəndə nə bilim elə bil ki, siz bilmirəm özünü nə sayırsınız. Adətən yəni 16-17 yaşlı uşaqlardan nəsə soruşsan, tipə özünü elə aparırlar ki, bunlar yəni belə dəhşətli adamlardılar, yəni bu ad soyadını demək olmaz. Yəni ad soyad nədir ki, yəni ad soyad get kontakta nömrəni yazsın, ad soyad çıxır da olsun da, bütün damları çıxır da. Yəni sadəcə bir insan kimi yəni soruşurlar ki, ad soyad, deyirsiniz ki, ad soyad. Mənə qonaqlıq Telegram kanalına dəvət edir, mən ad soyadı nə edirsiniz ki? Mən nə yazdım oraya? Ad soyadı Telegram kanalına deyək ki, məni dəvət edir. Yazıb ki, məni dəvət elə. Kontaktda sizin kontaktınıza yazıq ki, məni qonaqlıq kontakt listinə dəvət et adını, belə yazım sizin adınızı. Yəni mümkünsə yazanda öz adınızı, soyadınızı təqdim edin. Sonra da yəni mümkün olsa, yəni biz sizi təbii ki qonaqlıq Telegram kanalına əlavə edərik. Sadəcə olaraq yəni bəzi insanları, yəni bilmirəm, hələ də ki yuxudadırlar yoxsa nədədirlər. Yəni ad soyadların və ya ad soyadı deyəndə yazır filankəs. Ad soyad deyəndə ki mümkün özünü təqdim edin ki biz də sizi tanıya bilək. Siz bizi tanıyırsınız, biz də sizi tanımaq istəyirik. Nəysə bir də yəni xahiş edirəm mümkünsə təlimlərlə bağlı və yaxud da ki bizdə yəni VIP kanalına görüşmək istəyənlərə heç bir problem yoxdur. Yəni bu həftə yox, yəni səfərlərdə olacaq inşallah. Gələn həftənin ikinci gündən sonra yəni yenə deyirəm ki uzaq deyil. Yəni yazın WhatsApp nömrənizə saat təyin edək və saat təyin edilsin ki
Siz gələrsiniz, yəni görüşüb, yəni ən azından 15-20 dəqiqə vaxt sizə ayırım. Belə, keçək biz crude oil-da deyəsən çox danışdıq. Crude oil-da deyək ki, gündəlik missiya $1.80 sentdir, dünən $3.20 sent, yəni dəyət aşağı doğru istiqamət davam etdirdi. Crude oil-da 65.50-lərdən alışlardı, 66.90-larda satışlardı, futures batlarda 66.50-lər alışlardı, 66'lar ise satışlardı. Bitcoin'e geldi ise 94'ten yeniden alışlardı, 92'den satışlardı. Nasdaq S&P Dow Jones'a geldi de ise Nasdaq S&P Dow Jones baş ve çeyin modeli yaradı. Buna dikkat etseniz her şeyi aydın şekilde görərsiniz. Sağ olun, inşallah görüşmək ümidiyle.